Salam əziz uşaqlar, bugün sizinlə mövzu sınav 17-nin izahını verəcəyik 9-cu sinif buraxılış üçün. Ondan əvvəl də deyim ki, biz 11-lər üçün 101 sual seçmişdik buraxılış tipli. İndi isə 9-cu sinif buraxılışa düşəcək 101 sual seçmişik və həmin suallar hazırdır, nömrələmişik, hər şey qaydasındadır. Sualları çox göstərməyək, biraz sürpriz olsun. Bu sualları ya canlı yayın vasitəsilə ya da video şəklində izahını çəkib paylaşacağam. Mütləq izləməyiniz tövsiyə edirəm. Yəni 300 bal istəyirsinizsə, yəni riyaziyyatdan 25 yazmaq istəyirsinizsə, bu sualları mütləq görməlisiniz. İndi isə gəlin keçək və bu arada PDF-də paylaşacağam. Yayımdan sonra və yaxud da video şəklində paylaşdıqdan sonra PDF-ini də Telegram vasitəsilə paylaşacağam və yaxud da hər hansı kimsə əldə etmək istəsə, mənimlə də əlaqə saxlayıb əldə edə bilər. Yəni 9-cu sinif buraxılışa düşə biləcək 101 buraxılış tipli sualları bir-bir seçmişəm. Təbii ki, imtahana yaxın yenə bu tipli suallar seçəcəyik. Gəlin vaxt keçmədən keçək mövzu sınav 17-nin izahına. Yeni vərəqimizi açdıq. Keçək sualın izahına. Birinci sual deyir, tənliyin həll edin. Biz bilirik ki, modulda olan tənlikləri bir olduğu kimi götürürük. Mənfisini götürüb hesablayırıq. Bərabər 7. Bir də biz həll edəcəyik x plus 2 bərabər mənfi 7. Çünki modulda bir müsbət çıxa bilər, bir də mənfi. Onda hesablasaq olacaq x bərabər 7 çıx 2, yəni 5 qalacaq bir kökü, bir də bərabər də olacaq. İkini sağa keçirilən mənfi 2, mənfi 2 ilə də mənfi 7-nin toplayında eləyəcək mənfi 9. Köklər oldu 5 ilə mənfi 9. Olacaq Y variantı birinci sualın cavabı. Keçək ikinci suala, deyir ifadəsinin qiymətini tapın. Buradan yazıram 2. Deməli, biz burada ilk öncə atılışı yazmalıyıq. Biz burada bilirik ki, kvadratları fərqi nəyə bərabərdir? A plus B, A minus B. Yəni 58 çıxılsın 23, bir də 58 üstə gəlsin 23. Bu şəkildə olacaq. Buradan xəttimizi çəkib, burada da yazıram 35 bərabərdir. Kök altında, buradan bu qədər uzatmağa ehtiyac yoxdur. Məxrəcdə olacaq 35, sürətdə də çıxanda qalır 35. Toplayanda da eləyəcək neçə? 81, bəli. Bu da bərabər 35 ixtisar gedəcək. Kök altda 81-dən də neçə çıxır? 9. Yəni doğru cavab 2 olacaq. A variantı. Üçüncü sual. Deyir, BMC qövsünün dərəcə ölçüsünü tapın. O mərkəzli çevrədə. Deməli, bizdə eni də verilməyib, Tutaq uşaqlar, onda biz buranı tapacaq da. Baxın, BMC-ni. Bir də fərqli rənglə buranı da işarələyək. Bizə bu major qövslə minor qövs lazımdır, düzdürmü? Onda biz bura bir x desək, bu qövsə BMC, burada bir y deyək. Onda biz normalda bucaq A-nı necə tapacağıq? Üçüncü sualdır. Bucaq A-nı tapanda, yəni 70 dərəcəni tapanda biz major qövsdən, yəni x-dan çıxmalıyıq minor qövs, yəni y-i bölməliyik 2. Buradan çarpaz vuranda onda x minus y nəyə bərabər olur? 140 dərəcəyə. Və biz bilirik ki, bu tam çevrə olduğu üçün tam bucaq. Onda x-dan y-in cəmi, qövslərin cəmi bizə nə verməlidir? 360 dərəcəni. Sistem tənlik kimi alt-alta toplasaq, əks işarəli olduğu üçün y-lər isti olur. X-lar toplasaq olacaq 2x bərabərdir. Buradan da toplayanda eləyəcək 500. Hər tərəfdə 2-yə böləndə düşəcək 250 dərəcə. Deməli, x-imiz oldu 250 dərəcə. Elə bizdən də BMC qövsünü soruşurdu. Oldu neçə? 250. Yəni, doğru cavabımız olacaq. Keçək yaşlı A variantı 253-cü sualda. Dördüncü sual deyir, tənliklər sistemini həll edin. Deməli, uşaqlar, burada həll etmək üçün neyək? Hər tərəfini 2-yə də vura bilərik. Toplayıb çıxsaq, bizə bir xeyri dəyməyəcək. Deməli, belə eləyək. Yəni, alt-alta çıxıb yenidən yazmaq olar və yaxud da birbaşa biz ədədə vuraq. Onda birinci kəsirin hər tərəfini 2-yə vursaq, kəsir nədir? Tənliyin. Olacaq 6x üstə gəlsin 4y bərabər 34-ə. Aşağıda da olacaq, elə özünü yazıram, plus 4y bərabər 9-a. Birincinin hər tərəfini 2-yə vurdum ki, qoy y-lərin əmsalları eyni olsun. İndi alt-alta çıxaq, yuxarıdan aşağıdan çıxanda 6x-dən x çıxanda qalacaq 5x, 4y-dən 4y çıxanda elə 0 qalır, 34-dən də 9 çıxanda qalacaq neçə? 25. Hər tərəfdə 5-ə bölərəm. Onda x-im neçə olacaq? X bərabər olacaq 5-ə. X 5-dirsə, onda y tapsaq olacaq 5 plus
4y bərabər 9-a, 4y bərabərdir 4-ə, y də bərabər 1-ə. Deməli, x-imiz oldu 5, y-imiz oldu 1. 5, 1. Yəni, doğru cavab olacaq D variantı 4-cü sualda. Keçək 5-ci suala. Deyir, hesablayın. Buradan yazıram 5. Deməli, 1-dən 2 çıxır, 3-dən 4 çıxır, 5-dən 6 çıxır və gedir neçəyə qədər? 103-dən 104 çıxır. Bu, hər birində neçə alınacaq? -1, üstə gəlsin, -1, üstə gəlsin və s. sonsuz gedir və yekunda yenə üstünə gəlir -1. İndi burada hər bir çıxma prosesində neçə dənə -1 alınır, hər birində -1 alınır. Neçə dənə -1 alınır, biz onu tapmalıyıq ki, vuraq sayını, yəni bir-bir toplamayaq. İndi burada biz nömrələsək, 1-dən başlayır, 1, 2, 3, 4, 5, 6, belə ardıcıl gedir də. Və biz çıxma əməlində 2 ədəddən istifadə edirik. Bu ikisini 1 götürürük, bu ikisini 1. Yəni cüt-cüt götürürük də. Onda ümumi neçədirsə, mənim sonuncu sayım. Elə bölərəm 2-yə, yəni 104 dənə ədəd var da burada. Çünki hamısı iştirak edir, 1-dən 104-ə qədər. Onda cəmi mənim 104 ədədim var. Elə 104 ədədimdə 2-2 qruplaşdıranda, onda 104-ü bölməliyim 2-yə. 104 bölünsün 2-yə. Yəni 2-2 qruplaşdırdığım üçün. Bu da neçə eləyir? 52 dənə ədədim. 52 dənə cütüm. 52 dənə elə bir burada nə olacaq? -1. Bu da eləyəcək elə nə? -52. Yəni -1-in sayı oldu 52 dənə. -1 vur 52, bu da -52 eləyir. Yəni doğru cavab 5-də də olacaq D variantı. 6. Deyir, pilləkənin pillələrini 2-2 çıxıb 3-3 düşən Ömər düşərkən 6 addım azatarsa pilləkənin pillələri sayını tap. Şu anda birincisi bu sualı şifahidə tapmaq olar variantlarla və tənliklə də tapmaq olar. Buraya yazıram 6. Birincisi variantlarını necə sürətlə taparıq? Birinci 2-2 çıxır 3-3 düşürsə, deməli həmin ədəd 2-yə də 3-ə də tam bölünməli. Doğrudurmu? Məsələn, burada 15 2-yə bölünür. Nə oldu? Bu variantı atdım. Sonra 2-yə bölünməyən ədəd var. Xeyr, 3-ə də bölünür, qalan hamısı 2-yə də bölünür. İndi deyir ki, düşərkən 6 addım azad. Onda mən variantların hər birini 2-yə də bölməliyəm, 3-ə də. 12-ni 2-yə böləndə nə düşür? 6 3-ə böləndə 4. Bunlar arasındakı fərq 2 oldu. Yəni 2 dəfə az addım atıb. Amma bizdə deyir 6 olmalıdır. Deməli 12 deyil. 24-ü 2-yə böləndə 12, 24-ü 3-ə böləndə 8. Bunlar arasındakı fərq 4-dür. Yenə 6 addım olmadı. Bizdən 6 addım olmasını istəyir. 36-nı 2-yə böləndə 18, 3-ə böləndə 12. Aha, bax indi bunlar arasındakı fərq neçə oldu? 6 addım oldu. Amma məsələn 42-ni bölsək 21, 42-ni 3-ə böləndə 14. Burada da fərq neçə oldu? 7 addım oldu. Görürsünüz, bu da düz gəlmir. Bir dənə doğru cavab oldu nə? 6-da C variantı və yaxud da tənlik olaraq necə yaza bilərik? Deməli, həmin pilləkənlərin sayı, pillələrin sayı, bilmirəm, 1x-sa, bunu 2-yə böləcəm və bir də x-i böləcəm 300 düşüb 3-ə. İndi deyək, düşəndə 6 addım az atıbsa, onda mən bu daha çoxdur da, çıxarkən daha çoxdur. Onda bunu bərabər eləyəcəm 6 plus x bölü 3, yəni x bölü 3-ün üzərinə 6 gəlməyim. Çünki bu azdan 6 addım. Və buradan da biz yenə x-i tapsa cavabımız 36 olacaq. Yəni bu da tənliklə olan versiyamız. Bunda hər tərəfini sürətlə hesablamaq istəyirsə 6-ya vurarsınız. Burada olacaq 3x bərabərdir 36 üstə gəlsin. 6-ya vuranda burada 2x olacaq. 2x-i sağa keçiriləndə olacaq çıxma. 3x-dan 2x çıxanda x qalır. Burada da elə 36-nın özü qalmış. Görürsünüz, cavab yenə 36 çıxdı. Hər iki halda. 7-ci sual. Deyir, 93 kiloqram suya əvvəlcə 35 kiloqram spirt, daha sonra 12 kiloqram su əlavə etdirən alınan məhlul. Bizim ümumi düsturumuz nədir? Duz və yaxud da spirt ola bilər, fərqi yox. Duz bölünsün, məhlul vurulsun 100%. Mənim əsas düsturum bax budur, uşaqlar. Deməli, indi mən bundan istifadə edib tapacağım. İndi bizdə vəziyyət nədir? 93 kiloqram suya 35 kiloqram spirt qatıblar. Deməli, bunun tərkibində nə qədər spirt olacaq? 35 kiloqram. Böləcəm nəyə? Ümumi məhlulma. Ümumi məhlulum nə qədər olacaq? 93 üstə gəlsin 35. Sonra da 12 qram su qatırlar, üstə gəlsin 12. Yəni, məhlul deyəndə yekunda alınan məhlul, yəni ümumi məhluldan söhbət gedir. Bu cəmdə bizə nə verəcək? 140 verir. 105, bəli, 140. Bir də baxaq. 4. Bəli, 140 verir.
Səhv olsa uzaq bir də baxaraq. Burada olacaq 140. Yəni deməli 35-i duzun miqdarını, spirtin miqdarını bölürəm ümumi məhlula 140-a, vururam nəyə? 100%. Düstura əsasən. Deməli bunu da hesablasaq, bu da bərabər olacaq 0-ın 1-ni ixtisar aparaq. 35 7-yə ixtisar gedir. Burada 2 qalır, burada 5 qalır. Onu da 2-yə böləndə burada 5. 5 də 5 neçə eləyəcək? 25. 25%. Yəni doğru cavabımız 7 olacaq. D variantı. Keçək 8-ə. Deyir, D1, D2 bir-birinə paraleldir. Onda biz bilirik ki, bu paraleldirsə, burada 3x olacaq. Baxın, bax, burada 3x olacaq. Niyə? Çünki qarşılıqlı bucaqlardır. Bura 3x-sə, onda burada daxili çarpaz bucaqlardır. Və yaxud da elə birbaşa biz buradan gedərik də. Bu ikisi nədir? Uyğun bucaqda. Burada olacaq nə? 3x. Deməli, alfamız nəyə bərabər oldu? 3x-a. Və burada tam açıq bucaq olduğu üçün, tam deyəcək. Açıq bucaq olduğu üçün 3x-la 6x-in cəmi bizə nə verməlidir? Qonşu bucaqlarda bunlar. Düz deyil. Cəmi 180 dərəcə verməlidir. Onda 3x plus 6x bərabər 180-ə. 9x 180 isə x ilə bərabər 20 dərəcə. Bizdən nəyə soruşur? Alfa bucağı. Alfa bucağı neçə dərəcə idi? 3x. Onda bu da bərabər 3 vurulsun. X-imiz də 20 idi. 3 vurur 20 bərabər olacaq 60 dərəcəyə. Yəni doğru cavabımız D variantı olacaq burada. 9-cu sual. Detəllər sistemindən cəmini tapın. Uşaqlar, birincisi ilə yuxarıda açılışı yazaram. Bu nəyin açılışıdır? X plus y, x minus y-in açılışıdır da. Y bərabər 2. İndi x minus y bizə aşağıda verilib ki, nəyə bərabər 2-yə? Bunun yerinə 2 yazsam, hər tərəfi 2-yə bölərəm. X plus y bərabər qalar neçəyə? 1-ə. İndi x minus y-də dedik ki, özü verib ki, 2-dir. Alt-alta toplasam y-lər islah olacaq. Burada olacaq 2x bərabər 3, x də bərabər 1,5. Aparıb yerinə yazsaq, y tapsaq, olacaq 1,5 çıxılsın y bərabər 2-yə. Y də bərabər buradan mənfi 0,5 olacaq. Bizdən də bunların kvadratları cəmi soruşur. 1,5-in kvadratı 225 eləyir də 15-in kvadratı. 2 tam %25, üstə gəlsi 0,5-in kvadratı mənfi. Bu da eləyəcək müsbət 0,25. Bunu da toplayanda eləyəcək 2,50, o da 2,5 deməkdə. Yəni doğru cavab C variantı olacaq 9-cu sualda. 10-cu sual deyir, məxrəci irrasionallıqdan azad edin. Məxrəcin qoşulmasına vurmalıyam. Deməli olacaq 6 kök altında 2 bölünsün. 8 kök altında 8 plus kök altında 5. Bir də bunun qoşması ilə plus kök altında 8 minus kök altında 5. Yuxarıda da yenə vuracağım. Kök altında 8 minus kök altında 5. Yəni məxrəci vuramsa sürətdə vurmalıyam. Deməli sürətdə vurub atsaq olarmı? Məxrəci birinci sürətin özünü yazaq. 6 kökdə 2. 8 də 2 kökdə 2-dir də. Bunu belə yazaq. 2 kökdə 5 nə idi? 2. Bir də çıxılsın kökdə 5. Bölünsün. Burada da olacaq a kvadrat minus b kvadrat. A plus b, a minus b də. Burada olacaq kök altında 8-in kvadratı 8. Çıxılsın kök altında 5-in kvadratı da 5. Çıxanda burada qalacaq 3. Birbaşa yazaq elə 3. 3 ilə də 6 ixtisar gedir, qalır 2. Deməli, burada da vurub atsaq, oldu burada nə? 2 kök altında 2 vurulsun. 2 kök altında 2 çıxılsın 5. Kök altında 5 daha doğrusu. Məxrəcdə 1 qalmışdı, artıq onu da yazmaya ehtiyac yox. 2 kökdə 2-ni də 2 kökdə 2-yə vuranda bu nə eləyəcək? Bu kök altında 8-dir, bu da kök altında 8. Belə 8 eləyir, çıxılsın. 2 kök altında 2-ni də 5, kök altında 5-ə vuranda 2 kök altında 5 vur 2-dir. Bu da bərabər olacaq 8 çıxılsın, 2 kök altında 10 olacaq. Yəni doğru cavab 10-cu sualda olacaq Y variantı. Keçək 11-ci suala. Deyir, A və B mənfi ədədlər olarsa, aşağıdakı ifadələrdən hansı qiyməti ən böyük olar? A ilə B mənfi ədədlər olarsa, yəni A da 0-dan kiçikdir, B də 0-dan kiçikdir hər biri. Hansının qiyməti ən böyük olar deyirsə, məsələn, müəyyən bir mənfi qiymət yazıb əslində hesablamaq olar. Amma burada ən yaxşısı işarələri yoxlamaq. Məsələn, A variantında sürətlə baxsaq, B də mənfidir, A da mənfi, düzdür. İndi B-ni mənfi 3-ə vuranda mənfi 3, bu müsbət olacaq. Dəqiqə üstündə yazaq. Bu müsbət olacaq, amma A mənfi deyil, müsbətdən mənfi çıxanda yenə mənfi olma ehtimalı var. Sonra B variantı. 2-ni A-ya vuranda bu mənfidir. Mənfi ədəd çıxanda yenə 2 mənfi müsbət eləyəcək. Bu da yekunda yenə mənfi olma ehtimalı var. Burada yenə bu müsbət olacaq. Daha doğrusu bu mənfi olacaq, yenə bu müsbət olacaq. Yenə yekunda mənfi də müsbət də ola bilər. Burada müsbət olacaq, mənfi olacaq. Yenə müsbət və əks işarə olur da.
Üzr istəyirəm. Əks işarəli ədədlərin cəmi mənfi də ola bilər, müsbət də ola bilər. Amma yeganə Y variantına bir dənə baxaq uşaqlar. -2A plus B. Yəni burada hər hansısa bir müəyyən kiçik mənfi, bir mənfi 2 götürüb yoxlaya bilərsiniz də. Görürsünüz, Y variantında artıq 2 dənə mənfi ədədi toplayanda olacaq nə? -1 ədəd. Tutaq ki, -1, -2 olsunlar. Bu eləcək -3, yenidən də mənfi ədədə vuranda nə edir? Müsbət. Deməli, burada mötərizənin içi hər zaman nə olur? Mənfi ilə mənfinin cəmi mənfi olur. Onu da -1 ədədə vuranda yekunda cavabımız hər zaman nə alır? Müsbət. Amma digər variantlarda mənfi də ola bilər, müsbət də ola bilər. Ona görə o variantları tam dəqiq deyə bilmərik. Amma Y variantı mütləq deyə bilərik ki, nədir? Həmişə müsbətdir və digərlərindən hər zaman böyükdür. 12-ci sual. Boş hovuzu deyir, bir nasos 6 saata, ikinci nasos 8 saata doldurur, üçüncüsü də 12 saata boşalır. Deyir, 3 nasos eyni anda qoşulsa, boş hovuzun yarısı neçə dəqiqəyə dolar? Deməli, ümumiyyətlə, bu 6 saata doldursa, 1 saata 6-da birini dolduracaq. Bu da doldurduğu üçün 8 saata, 1 saata 8-də birini dolduracaq. Bundan da çıxacaq, 3-cü nasos boşaltdığı üçün normalda 12 saata boşaldır, amma 1 saata 12-də birini boşaldacaq və ümumi hovuzun hansı hissəsi dolar? Bilirik, yox, bilmirik. 1x saata dolacaq da ümumi. Onda 1 saata da x-də 1 hissəsi dolacaq. Buradan da ortaq məxrəc elə 24-dür. Burada olacaq neçə? 24-də 4, üstə gəlsin 24-də 3, çıxılsın 24-də 2, bərabərdir x-də 1-ə. Buradan da məxrəclər eynidir. Olacaq 24-də 4 plus 3, 7, 2-də çıxanda 5 qalır, bərabər 1 bölünsün x-a. Buradan da tərsinə çevirsək, yaxud çarpaz vursa, olacaq x bərabər 5-də 24. Bu da nə deməkdir? 4 tam 10-da 8. Yəni bu təbii ki saatla, çünki biz saatla hesablamışıq. 6 saat, 8 saat, 12 saat qoymuşuq deyə saatla. Deməli, normal bir hovuz tam dolması üçün nə qədər vaxt lazımdır? 4 tam 10-da 8 saat. İndi bizə nə istəyir tam? Deyir, boş hovuzun yarısı. Yarısını soruşur, uşaqlar tam soruşur. Onda bu yarısını soruşsa, tam 4 10-da 8 isə yarısı da bölərəm 2-yə. Düşər 2 tam 10-da 4 saat. 2 tam 10-da 4 saatda dəqiqəyə çevirmək lazımdır. Çünki dəqiqə ilə soruşur. 1 saatımız 60 dəqiqədir. Onda 2 tam 10-da 4 saatımız olacaq 2 tam 10-da 4 vur 60. Bu da bərabərdir. Elə bil 24 vur 6 deməkdir. 0-ın birini buna verdim. 24-də 6-ya vuranda 120, 144. 144 dəqiqə. Yəni doğru cavab olacaq A variantı. Qəşəng sual idi. 13. Deyir ki, ABC üçbucağında bucaq B C-dən böyükdür. O da böyükdür A-dan. Yəni ən böyük B-dir, sonra C-dir, sonra A-dan. Deməli, birinci buradır, bu bucaqdır. Sonra ikinci bu bucaqdır, üçüncü də bu bucaqdır. İndi bizdən nəyə sonra tərəflər haqqında? Biz bilirik ki, böyük bucaq qarşısında nə durur? Böyük tərəf durur da. Məsələn, burada tutaq ki, belə bir bucaq götür. Bunun qarşısında tərəf, bax bu mavi xət olsun. Bir də tutaq ki, mən belə bir bucaq götürürəm. Tutaq ki, bax, belə. İndi bunu da lap qırmızı ilə işarələyirəm. İndi buradakı bucaq fikir verir. Buraya yazıram alfa bucağı, burada yazıram beta bucağı. Alfa bucağın qarşısında duran tərəf mavidir, beta'nın qarşısında duran tərəf qırmızıdır. Hansı böyük olar? Mavi böyük olar, qırmızı. Təbii ki, açıq aydın görsənir ki, qırmızı daha böyükdür. Deməli, bucaq böyüyəndə onun qolları da yana doğru genişlənir və onlar arasında qalan tərəf də nə olur? Xət. Düz xət böyüyür. Yəni, bucaq nə qədər böyüksə, onlar arasında qalan həmin o tərəfdə nə olacaq? Böyük olacaq. Yəni, böyük bucaq qarşısında böyük tərəf durur, kiçik bucaq qarşısında kiçik tərəf durur. Ən böyük B olduğu üçün B bucağı. Onda onun qarşısındakı tərəf nə olacaq? AC. Deməli, ən böyük olacaq AC. Yazıram buradan AC böyükdür. Sonra C bucağı böyükdür. C bucağın qarşısında durur AB tərəfi, sonra AB tərəfi ən böyük olacaq. Böyükdür, nəhayət sonuncu A bucağı idi ki, A bucağının qarşısında da BC tərəf durur. Sonra da böyük olacaq BC. AC, AB, BC. Yəni, doğru cavab olacaq Y variantı 13-cü sualdır. Keçək 14-cü suala. 14. Deməli, tənliklər sistemində M-in cəmini tapın. Kvadratları cəmini soruşur. Deməli, biz birinci tənlikdə burada uşaqlar baxın. Burada çarpaz vursaq olacaq nə? M vurulsun N bərabər 2 vur 3, yəni 6-ya. Aşağıdakı ifadəni də kvadrata yüksəltsək, yəni M plus N-in kvadrata yüksəldik. Bir də 4-dür. Hər tərəfini kvadrata yüksəldir. Təbii ki, uşaqlar yadınızdan çıxartmayın. Biz bir tərəf kvadrata yüksəldiriksə, digər tərəfdə kvadrata yüksəltməliyik. Yoxsa cavab səhv alınır.
Yəni bərabərlik pozular. Bunda kvadrat nə edir? M kvadrat üstəgələk birinci ora ikincinin 2 misli, yəni 2mn üstəgəlsin n kvadratı bərabər 4-ün kvadratı 16 edir. Bizə nə lazımdır? M kvadratı ilə n kvadratı. Bunları yanaşı yazıram. M kvadrat üstəgəlsin n kvadratı bərabər 16 çıxılsın. 2mn də sağa keçirsək olacaq 2 vurulsun mn. Mn də elə hazırca verilib də 6-dır. Mn də yerinə yazıram 6. Bu da bərabər olacaq 16 çıxılsın 2 vur 6 12-yə. Bu da bərabər eləyəcək 4-ə. Var mı cavabda 4? Bəli. Doğru cavab olacaq nə? 14-də Y variantı. 15-ci sual. Deyir, rasional əmsalı kvadrat tənliyin kökləri 3 və 4 olarsa bu kvadrat tənliyi qurun. Deməli, köklər 3 və 4-dürsə, yazıram x1 bərabər 3, bir də x2 bərabər 4. Deməli, çevrilmiş kvadrat tənlikdirsə, uşaq gəlin belə eləyək də. Biz bilirdik kökləri hasiləyib, buradan yazıram. X kvadratı üstə gəlsin px üstə gəlsin q bərabər 0-a. Kökləri hasili x1 vurulsun x2 bizə nə verirdi? Q-nü. x1 üstə gəlsin x2 bizə nəyi verirdi? Əks işarə ilə p-ni. Yəni o x-in qarşısına duran ədədin əksi. Yəni mənfi p olacaq. İndi kökləri hasili 3 vur 4 neçə olacaq? 3 vurulsun. Burada yazılır 3 vur 4 bərabər 12. Bu da dedik bərabər nəyə? Q-yə. Bir də kökləri cəmi 3 plus 4 bərabər mənfi p. Bu da eləyəcək 7 bərabər mənfi p-yə. P də bərabər nə olacaq? Hər tərəf mənfiyə vursam mənfi 7. Onda mənim tənliyim olacaq, baxın, bax bu şəkildə. Elə buradan yazıram. Olacaq x kvadratı. P-nin yerinə mənfi 7 yazdım. Mənfi 7 tapmışam, mənfi 7x. Q-nün də yerinə 12 tapdım. Üstə gəlsin 12 bərabər 0 tənliyi olacaq. Bu da hansı variantdadır? C-dədir də bəli. C variantı bizim doğru variantımız olacaq. Növbəti 16-cı sualımız. Deyir, Eyni-Venn diaqramda verilənlərə əsasən A kəsişir B ilə, o da birləşir. Vay canına. Bütün simvolları yazıblarda fərq falan qalıb ki, onu da əlavə eləyərlər. Deməli, bu sualı işləyən şagird mümkün deyil ki, birləşməni, kəsişməni artıq bilməz. Təbii ki, bunu da öyrənmək üçün davamlı olaraq işləmək lazımdır. Deməli, birinci mötərizələrin içinə baxaq. Burada A ilə B-ni kəsişdirir. Yazıram N yazmıyor elə. A kəsişir, B yazaq, bərabərdir. A ilə B-nin kəsişməsi nədir? Bu hissədir. Deməli, yazıram 1, 2, 4, 7, 8, 11. Sonra keçirəm digər mötərizələrin içinə. Hər üçünün kəsişməsi. Artıq hər üçünün kəsişməsi uşaqlar. Baxın. Bura A ilə B-nin kəsişməsi. Bir dənə də C də kəsişməlidir. Artıq bax bu hissədir C-nin kəsişməsi. 8 ilə 11. Deməli A kəsişir B ilə, bir də kəsişəcək C ilə. Yəni hər üçün kəsişməsi olacaq nə? 8 və 11. Bu şəkildə olur. İndi sonra bizə nə deyir? Bu ikisini birləşdirək. Bu ikisini birləşdirsəm, yəni bax bu yuxarıdakı ilə bu aşağıdakı birləşmə nə idi? Yazıram A kəsişir B birləşsin A kəsişir B kəsişir C. Yəni birləşmə nə idi? Birləşmə o demək idi ki, çoxunun hər bir elementdən bir ədəd, ən azı bir ədəd götürməliyim. Bu mötərizədir. Deməli, onda mən hər bir elementdən bir dənə götürsəm və yaxud da çox zaman belə də eləyirlər. Məsələn, böyük çoxluğu götürürlər və digərini onda olmayanda əlavə edirlər. 1, 2, 4, 7, 8, 11. Niyə bağladım? Çünki artıq burada 8 ilə 11 burada iştirak edir. Ona görə yenidən yazmağıma ehtiyac yoxdur. Ümumiyyətlə, çoxda məsələn 2 dənə 8, 8 və yaxud da 4, 4 yaza bilmərəm. Eyni elementdən 2 dənə ola bilməz. Demək, birləşməsi oldu bu. Bizdən də n soruşur. N nədir? N bizdə sayını bildirir. Düzdür. Onda n də olacaq. Bir də bunu buraya köçürürəm. N elə qarşısını da yaza bilər, amma elementlər simil. Deməli, n bərabərdir bu elementlərin gücü, yəni sayı 1, 2, 3, 4, 5, 6. Yəni doğru cavabımız olacaq 6. 16-cı sualda. Deməli 17-yə baxaq. Hardadır 17? Belə bir bizdə kök altı ifadə verib. Yəni burada artıq dedim, ədədin cəminin kvadrat şəklində göstərməyə bacarmalıyıq. Böyük ehtimalla elə olacaq. Biz baxırıq burada nəyə? 6-cı dərəcədən 12-ni belə yazaq da. 12-ni belə yazaq.
Burada 12'ni 8 plus 4 kimi yazar? Üstə gəlsin 2 vurulsun. Kök altda 32-də kök altda 32 nə deməkdir? 16 vur 2 deməkdir, hə? 16 vur 2. Və yaxud da biz belə də deyə bilərik də. Kök altında 8 vur, kök altında 4 deməkdir. Belə də yazmaq olar. Yəni burada çünki 8 ilə 4 kimi yazmışdıq. Burada da 10 qiymətləri alaq deyə belə yazdım. Buradan da olar. Eyni zamanda təbii ki, buradakı mötərizənin, daha doğrusu kökün altına da diqqət eləmək lazımdır uşaqlar. O da sizin yönləndirəcək. Kök altı 8 minus 2. Bu da bərabərdir 6-cı dərəcədən. Bu nəyin açılışı olacaq? Birincinin kvadrat, birinci olaraq ikincinin 2 misli, bir də ikincinin kvadratı var. Bu da kök altda 8 plus kök altda 4'ün kvadratı. Kök altda 4 də 2 deməkdir. Bunun yerinə birbaşa 2 yazılır. Kvadratı vurulsun 3-cü dərəcənin kökdə 8 çıx 2. Bu da bərabərdir. Bu kvadratla bu 6 ixtisar gedir. Qalır 3-cü dərəcənin, yəni ixtisar eləmə haqqım var, yəni qayda var. Burada qalır kök altında 8 plus kök altında 4 yox 2 yazaq da dedik 2 yazaq. Buradan da olacaq kök altında 8 minus 2 şəklində. Bu da a plus b, a minus b kimi yazacaq. Yəni dərəcələr eyni olduğundan artıq bir kökdə yaza bilərik. 3-cü dərəcədən olacaq kök altında 8 plus 2, bir də kök altında 8 minus 2 şəklində olacaq ki, bu da bərabər olacaq 3-cü dərəcədən a kvadrat minus b kvadrat. Kök altında 8-in kvadratı 8 eləyir. Kök altında 2-nin də kvadratı 2 eləyir. Yox, 2-nin kvadratı. 2-nin kvadratı 4 eləyir. 8-dən 4 çıxanda qalır 4. Neçənci dərəcədən? 3-cü dərəcədən. Deməli, buradan da kök çıxmır da, bəli. Çıxmır, çıxmasın, öz işidir. 3-cü dərəcədən kök altda 4. 18-ci sual. Tənliklər sistemində x, y, x-də 1 plus y-də 1 cəmini tapın. Deməli, gəlin belə eləyək. Bax, ifadənin özünü yazıram buradan. Yazıram buradan. 1 bölünsün 3x, üstə gəlsin 1 bölünsün 2y. Bu da bərabərdir nəyə? 2-yə. Deməli, aşağıda da hər tərəfi 4-ə vururam. 4-ə vurub birbaşa yazıram. Bu olacaq 6-da 4x, daha doğrusu x aşağıdadır. Bu da elə 3-də 2 eləyir da. Bunu da 4-ə vuranda 8-dən ixtisar gedir, qalır 2y-də 1 bərabər. 0,125-də 4-ə vuranda elə eləyir 1. İndi alt-alta toplayanda, yəni burada eyni olsun deyə aşağıdakı tənliyi mən hər tərəfini 4-ə vurdum. Burada alt-alta toplasaq, x-lar gedir, bu daha doğrusu y-lər gedir. 3x-da 1 ilə 3x-da 2-ni də toplayanda eləyəcək 3x-da 3. Bu da bərabərdir. 2 ilə də 1 toplayanda 3 eləyir. Təbii ki, burada 3 ilə 3 ixtisar gedir. 1 bölünsün x bərabər 3 qalır. Buradan da x tapanda x-i əslində tapmağa ehtiyac yoxdur. Çünki x-i bizdən elə x-də 1-i soruşur. Bu da bərabərdir nəyə? 3-də 1 olacaq. X-i tapsaq əgər. Sonra biz y-də 1-i də tapmalıyıq. Deməli, elə birincidə yerinə qoysaq, olacaq 1 bölünsün 3 vurulsun, x-in yerinə 3-də 1 yazsam, üstə gəlsin 1 bölünsün 2y. Burada alt-alta çıxıb toplasaq nəsə olardı? Yox. Yox, yenə uzun gedəcək. Bu da bərabər olsa 2-yə, buradan 3-dən 3 ixtisar gedir, elə 1-1-ə bölündə 1 plus 1 bölünsün 2y bərabər 2-yə. Buradan da 1 bölünsün 2y bərabərdir. 1-i sağa keçirəndə çıxacaq da, 2-dən 1 çıxanda 1 qalır. Buradan da y saxlayıb 2-ni çarpaz vursa, olacaq 1 bölünsün y bərabər 2-ni 1-ə vururam da, buradan çarpaz. Amma y yerində qalır. 2-ni 1-ə vuranda elə 2 eləyəcək. Deməli, x-da 1 3 oldu, y-də 1 də 2 oldu. Bunların da cəmi eləyəcək. Toplasaq 5. Yəni doğru cavabımız 18-də yekun olaraq 5 olacaq. Keçək 19-cu suala. Metrik münasibətli çevriyə aiddir, bilməliyik. Deməli, biz düsturumu birinci yazıram. AB vurulsun AC bərabərdir. AM vurulsun AD şəklində. Yəni kiçik hissə vurulsun böyük hissə, kiçik hissə vurulsun böyük hissə. Buradan da olacaq onda qiymətləri yerinə yazsam. 7 vurulsun BC 14-dür bizdə. Bəli. 7 vurulsun ümumi hissə. Artıq ümumimiz bura 14-dür, bura 7. Ümumimiz 21 olacaq. 7 vurulsun 21 bərabər AM. 11 vurulsun bizdə nəyə soruşur? MD-ni. Ümumi uzunluğu bilmirəm da. 1x desəm, elə AD desəm AD yazıram. Buradan da olacaq AD bərabərdir.
Bunu şeylə alınacaq, hə? Tam bölünmür. Kaş elə qiymətlər olarmış, tam bölünərmiş, fərqi yoxdur. Olacaq 11-də 21 vur 7. Bu da 147 eləyir də. Deməli, ümumi AD-miz oldu neçə? 11-də 147. İndi biz buradan MD-ni tapmayıq. Onda ümumi uzunluqdan, yəni AD-dən çıxmalıyam nəyi? AM-i. Bizə nə verəcək? MD. Onda biz AD, yəni 11-də 147-dən çıxmalıyıq AM-i. AM-də 11 idi. 11. Bu da bərabərdir. 11-də 147. 147-ni 11-ə bölündə neçə düşür? 13 tam düşür. 13, 13'ü 13 tam 11'de 13 11'e vuranda 143 eləyir. Çıxanda 13 tam 11'de 4 qalıq 4 qalır. Çıxılsın 11. Bu da bərabər nə olacaq? 2 tam 11'de 4. Yekun cavabımız 2 tam 11'de 4. Buradan yazaq. Buralar silək. 2 tam 11'de 4. 20-ci sual. Deməli, deyir ki, A sıfırdan kiçik olarsa ifadəsinin qiymətini tapın. Biz bilirdik ki, daha doğrusu bilirik ki, bilməliyik ki, burada tək dərəcədən olanda bizim üçün heç bir fərqi yoxdur. Elə kök altında 3-cü dərəcədən A-dan elə bizdən nə çıxır? 3-lər gedir, elə A-nın özü çıxır. Sonra bizdə 4-cü dərəcədən, elə bunu ardıcıl yazaq da, birbaşa yazıram, A-dan A çıxacaq, üstə gəlir. 4-cü dərəcədən deyə, cüt dərəcədən olanda modulda çıxır. Üstə gəlsin, tək dərəcədən özü çıxacaq. Yenə burada cüt dərəcədən olduğu üçün üstünə gəl, modulda A olacaq. Bu da bərabərdir. Modul daxilində A şərtdə verib ki, nədir? Sıfırdan kiçik, yəni mənfi. Burada da mənfi olacaq modul daxilində, burada da mənfi olacaq. Biz deyirdik ki, modul daxilində mənfi olan nə olur? Mənfi özünə bərabər götürür. Yəni olacaq, burada mənfi üstə gəlsin, mənfi A götürəcəm, üstə gəlsin, A üstə gəlsin. Burada mənfi özünə bərabər götürəcəm, yəni mənfisini çıxardacam. Burada da elə müsbət A, mənfi A, müsbət A, mənfi A yerində qalır nə? Kocaman bir 0. Keçək 21-ci suala. Deyir, tənliyini həll edin. Deməli, uşaqlar, bunu şifahidə həll edə bilərsiniz və yaxud da yazılı olaraq həll eləmək olar. Ən yaxşısı şifahidir. Zaten ətraflı yazı tələb edən sualda deyil, izah tələb edən. 6-dan neçə çıxsaq 0 qalar, 6-dan 6 çıxsaq. Deməli, bu ifadə, yəni 2 bölünsün, 2 minus 1 bölü x ifadəsi nəyə bərabər olmalıdır? 6-ya bərabər olmalıdır ki, 6-dan 6 çıxın ki, 0 qalsın. Sonra 2-ni bölür, burada nəyə? 2 minus 1 bölü x-a bərabər 6 qalır. Elə ən yaxşısı burada artıq nə etməkdir? Elə çarpaz vurmaqdır. Buradan çarpaz vuranda olacaq 2 bərabərdir. 6 vur 2, 12. Çıxılsın x-da 6-ya. Buradan da olacaq, bunu bu tərəfə keçirək, 2-ni saxdırıb. Olacaq müsbət 6 bölü x bərabər 12 çıx 2, yəni 10. Buradan da çarpaz vursaq, olacaq 10x bərabər 6-ya və yaxud da yerini də dəyişə bilərik. X də bərabər 0,6. Keçək 22-ci suala. 22-ci sual. Deyək, natural ədədi 47-yə böldükdə alınan qalıqların cəmini tapın. Demək, 47-yə böldükdə məsələn, A bölünsün. Ədədi, hər hansı bir ədədi müəyyən bir ədədə böləndə, yəni qalıq nə olmalıdır? Həmin böləndən kiçik olmalıdır. Deməli, qalıqda 47-nin özü də qala bilməz. 47-dən kiçik 46, 45, 44 və sadəcə neçə kimi? 1-ə kimi. Deməli, biz 1-dən 1, 2, 3 üstə gəlsin, sonsuzluğa doğru gedəcək neçəyə? 44, 45, 46-ya kimi ədədlərin cəmini tapmalıyım. Təbii ki, bunu bir-bir toplasam çox vaxtım gedər. Ona görə ilk n ədədin cəminin tapılması, yəni 1-dən başlayaraq ilk n ədədin cəminin tapılması düsturu n vurulsun n plus 1 bölünsün 2 şəklindədir. Deməli, 1-dən başlayan ədəd üçün doğrudur, ha uşaq. Deməli, bizdən burada n nədir? N sonuncu ədəddir. Yəni, neçəyə qədər biz toplayırıqsa odur. Deməli, n-i yerinə yazacağım 46. 46-ya qədər topladığım üçün olacaq 46 plus 1 bölünsün 2-yə. Bu da bərabər ixtisar gedir 23 qalar burada. Bu da bərabər olacaq 23 vurulsun 46 plus 47. Bunda bir-birinə vuranda 1081. Yekun cavabımız olacaq 1081. Bəlkə onu bir-bir toplasaz, çox vaxtınız gedir. Bəzən şagirdlər belə də toplayır. 1-dən 46-nı toplayır, 2-ilə
45 toplayır. Hər birinin cəmi neçə verir? 47, sonra 47, 47. Yəni 2-2 ədədləri cütləşdirir də və hər birində cəm 47 olur. Onda burada cəmi 46 ədəd varsa neçə cüt olacaq? 46 bölü 2, 23 dənə cüt olacaq və hər bir cütün cəmi 47 eləyir, 23 vur 47, yəni 1081 eləyir. Buradakı düstura əsasən yenə eyni şey almış olur. 23-cü sual. Deməli, yəqin ki, bu səfər videomuz biraz sanki böyük olacaq. Ümumiyyətlə, mən uşaqlar əslində tez də izah edə bilərəm. Sadəcə sizin başa düşməyiniz üçün bunları ətraflı. Bəzən elə suallar olur, özünüz gördüyünüz kimi bir sualın iki həllini deyirəm. Baxın və yaxud da elə burada incəmə biz normal düsturla da olanını dedik, düstursuz versiyasında dedik. Ona görə vaxt açısından biraz geniş izah edirik ki, şagird burada sual əzbərləməsin, sualı başa düşsün, anlasın. 23-cü sual. Deyir, bərabər yanlı üçbucaqda, yəni hər dəfə deyirəm, yəni yenə deyəcəm, yəni bu şəkil çəkilməli. Deyir, yan tərəfə çəkilmiş median oturacaqla bu tərəfə median çəkirəm, tutaq ki, və bunu yarıya bölür. 30 dərəcəli bucaq əmələ gətirir, median işi yarıya bölməkdə. Deyir, oturacaq çəkilmiş hündürlüyün medianla kəsmə nöqtəsindən, deməli, oturacağa bir dənə hündürlük çəkirəm. Biz bilirik ki, bərabər yanlı, bunu biraz kiçik yazaq, bərabər yanlı üç bucaqda təpədən çəkilən hündürlük həm də median olurdu, həm də tənbölən olur. Bu bucaqda bu bucağa bərabər. İndi çəkilmiş hündürlük medianla kəsmə nöqtəsindən oturacağa qədər məsafə 6. Bura 6-dır, düzdür. İndi üç bucağın perimetrini tap. Bura 6-dırsa 30 dərəcəli bucaq qarşılar katet hipotenuzun yarısıdır. Onda bizim hipotenuzumuz, yəni bura olacaq 12. Bura 12 isə biz də bilirik ki, biz dedik bu da mediandır, bu düz xəttdə mediandır da, düzdür. Bu həm hündürlükdə həm də median olur da. İndi nə olsun bizdə şərtdə hündürlüyü adı çəkib. Biz dedik bərabər yanında yuxarıdan təpədən çəkilən həm də hündürlük həm də median olur. Bunun ikisi də deməli mediandır. Bu da medianların kəsişmə nöqtəsi, G ağırlıq mərkəzi. Medianlar da kəsişəndə 1-2 nisbətində bölünür. Yəni bura K-dsa bura 2K. Yəni bura olacaq neçə? 12. Deməli 30 dərəcəli bucaq qarşısında katetli hipotenuzun yarısı. Yəni burada 12 olur, bura 12 idisə bura 2K idi da. Onda burada K-dır. Deməli onda 2K 12 idisə K-mız neçə olur? 6. Onda burada düşür 6. Bizdən də nəyi soruşur tab? Heç elə biz tərəfi tapardıq da buradan. Onda burada dedik ki 6-dır. Deməli onda bura ümumi uzunluq, burada 60 dərəcəli bucaq qarşısındadır. 60 dərəcəli bucaq qarşısında yarısının kökaltı 2 misli olur. Yəni yarısı 6-dır, kökaltı 3 misli olursa 6 kök altında 3 olacaq. Bura 6 kökdə 3 isə burada olacaq 6 kök altında 3. Eyni zamanda buranın ümumi uzunluğu da, baxın həmin şəkli buradan çəkirəm. Baxın, bax bu fiquru buradan aşağıdan çəkəcəm indi. Deməli, burada düz bucaqlı üç bucaq yaranır da. Bura dedik ki 6, 12, cəmi 18 olacaq. Bura dedik 6 kök altında 3-dür. Onda hipotenuzu tapsaq, 18-in kvadratı 324, üstə gələn 6 kökdə 3-ün kvadratı eləyəcək neçə? 108. 108. Bərabərdir x-in kvadratına, yəni yan tərəfin kvadratı. Buradan da x bərabər toplayanda neçə olacaq? 432. X kvadrat bərabər 432-yə. Buradan da kök almağa çalışsa x bərabərdir 144 vur 144 vurulsun 3 deməkdir kök altına. Buradan da çıxacaq 12 kök altında 3. Deməli yan tərəf nə oldu? 12 kök altında 3. Burada 12 kök altında 3 və məxrəcdə də nə var? 6 kökdə 3, 6 kökdə 3. Cəmi neçə olacaq? Bu da 12 kök altında 3. Deməli, perimetrdə bərabər olacaq. Üçündə cəmi 12 kökdə 3, 12 kökdə 3, 12 kökdə 3. Yəni olacaq 36 kök altında 3. İndi burada deyə bilərsiniz ki, müəllim, bu bərabər tərəfliymiş. Bəli, bərabər tərəflidir. Bərabər tərəfli ilə də heç bunları tapmadan da bilmək olardı. Hardan biləcəkdik? Çünki uşaqlar burada bir dənə fikir versə, bu median da 6, 12-nin 6-ya nisbətində bölünür. Bu median da 12-nin 6-ya nisbətində bölünür. Yəni, bu da 18-dir, bu da 18. Yəni, iki median da bir-birinə bərabərdirsə, deməli, bu elə yalnız hansı 3 bucaqdadır, bərabər tərəfli 3 bucaqdadır da. Deməli, biz də bir tərəfini tapdıqsa 12 kökdə 3, deməli, digər tərəflərdə nə olacaq? 12 kökdə 3. Bu deməli, bərabər reallı. Eyni zamanda bu 3 bucağı öyrənmiş olduq ki, nədir? Bərabər tərəfli 3 bucaqdır və perimetrdə oldu 36 kök altında 3-ə. 24-cü sual. Deyir, o mərkəzli çevrədə AB diametr COD. Buradan çəkin en yaxşısı. Nə oldu? Gözdəydi.
Deməli bir dənə mərkəzdən AB keçirdirik. Bura yazıram A, bura yazıram B. Bu da mərkəzimiz olsun bizim. Bir dənə belə düz xətt, bir dənə də belə düz xətt. Buranı da birləşdir. Burada da bir üçbucaq yaranır. Təbii ki, bunların hər bir radius deyə bir-birinə bərabərdir. Yaddan çıxartmayaq. İndi bizdə nə istəyir? COD 60 dərəcə. COD. Bu uzaq 60 dərəcədir. Bəli. Bura 60'dır. Olsun 60. AO da burada odur. AO da 8. Bura 8 ise burada 8. Burada 8, burada 8. Çünki hər biri radius. COD 3 bucağın deyir perimetrini tapın. COD. Bu 3 bucaqdan söhbət gedir. Perimetrini tapın. Deməli 8 yan tərəfləri var. Deməli biz təpə bucağı bərabər yanlıdırsa, onda oturacağı bitişik bucaqlar da bərabərdir. Bura x-sə, burada x. İndi təpə bucağı 60-dırsa, onda 180-dən çıxaram 60, bölərəm 2. 180-dən 60 çıxanda 122 ilə böləndə 60-60. Deməli, burada 60 düşdü, burada 60 düşdü. Ümumiyyətlə, bərabər yanlı üç bucaqda təpə bucağı uşaqlar 60 dərəcədirsə, deməli, bu bərabər tərəfli üç bucaq. Çünki buralara da 60 dərəcə düşür. Həmişə bərabər tərəfli üç bucaq alınır. Bərabər tərəflidirsə, deməli, burada 8-dir. Bizdən də perimetrini soruşur deyə P bərabər 3A-dır da. Yəni 3 vur 8 bərabər 24 olacaq cavabımız. Sonra nəhayət sonuncu sualımız 25. Deməli, olarsa x-in aldığı müsbət qiyməti tapın. Bu əslində biraz da qüvvət üsuluyla əlaqəlidir. Biz bilirik ki, bu nə vaxt 1-ə bərabər olar? 1x üstəgəlsin 2-nin özü 1-ə bərabər olduqda, bir də 2x minus 4 bərabər 0 olduqda. Birincisi niyə belə götürürüm? Birincisi, 1-in üzərində istənilən qiymət yazsaq, A, B, nə bilim, 2x minus 4 elə bunun özünü yazaq. Nə olacaq? Nə olur olsun, yekunda nə eləyir? 1 eləyir. 1-in üstündə nə yazırıqsa yazaq, 1 eləyəcək. Bu bir qayda, yəni o zaman 1-ə bərabər olar. Bir də biz istənilən ədədin üzərində A olsun, A vur B olsun, nə bilim, nə olur olsun da, T olsun. Bunun üzərində hər zaman 0 yazanda nə olacaq? 1-ə bərabər olacaq. Aydındır. Bir səfər biz elə bil qüvvətini qüvvətini 0 götürüb, bir səfər də həmin ədədin özünü 1 götürürük ki, bir 1-in üstündə istənilən ədəd 1-ə bərabərdir. Bir də istənilən ədədin üzərində 0 1-ə bərabər. 2 halımız var. Biz bu iki tənliyi həll etməliyik. Bu 1 olsun, bu da 2 olsun. Deməli, birinci tənliyi həll edəndə x plus 2 1 isə onda x bərabər olacaq. 1 çıxılsın 2, yəni mənfi 1. Bir də ikinci tənliyi həll edilsə 2x bərabər 4-ə, x də bərabər 2-yə. Deməli, x1 oldu mənfi 1, x1 də oldu nə? Müsbət 2. Deyir, x-in aldığı müsbət qiymət tapın. Yəni, burada doğru cavabımız olacaq 2. Yəni, mənfi 1 ödəyir, sadəcə bizdən müsbətini soruşur. Belə, bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Ümid edirəm testlərin hər birinə baxdınız. Mütləq şəkildə izləyin. İnşallah yaxın zamanda sizlər üçün hazırladığım 101 sualı da təqdim eləyəcəm. Ya canlı şəklində, ya da video izah şəklində mütləq qaçırmayın.